Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Sertifikasiyaya hazırlaşan müəllimlərə dəstəyimiz davam edir. Bu gün də yenə rəngarəng suallarla qarşınızdayım. Keçək birinci sualımıza. Birinci sualımızda verilən xüsusiyyətlərin aid olduğu enliyə aid olan xüsusiyyətləri seçin. Qütb ulduzu Polaris görünür. Yəni bu deməkdir ki, məntəqəmiz ekvatordan şimalda yerləşir. Gecə və gündüzün adi növbələşməsi pozulur. Pozulursa deməli qütb işıqlanma qurşağında yerləşir. 66.5 dərəcə şimal enliyinə şimalda yerləşir. 22 iyunda şaquli cisimlərin kölgəsinin uzunluğu öz uzunluğuna bərabərdir. Deməli bu enliyə günəş şüalarının 22 iyunda düşmə bucağı 45 dərəcədir. Gəlin görək 22 iyunda günəş harda zenitdədir. Hər kəs bilir ki, 23.5 dərəcə şimal enliyində zenitdədir. Yəni bura 90 dərəcə bucaq altında düşür. Bəs hansı enliyə 45 dərəcə bucaq altında düşər? 90 çıxılsın 45. 23.5-in də üzərinə 45 gələndə eləyər 68.5 dərəcə şimal enliyi. Deməli, axtarılan enlik 68.5 şimal enliyidir. 68.5 dərəcə şimal enliyinə aid olan xüsusiyyəti seçməliyik. Şimal qütb dairəsi üzərində yerləşir fikri yanlış ifadədir. Qütb ulduzu zenitdə olur. Zenitdə olmağı 90 dərəcə bucaq altında görülməlidir. Təbii ki, bu da yalnız 90 şimal enliyi üçün xarakterikdir. İl boyu günorta vaxtı şaquli cisimlərin kölgəsi müşahidə edilir. Bilirsiniz ki, burada qütb gecə və gündüzləri müşahidə edildiyinə görə qütb gecələri vaxtı burada kölgə günorta vaxtı olmaz. Fəsillər aydın müşahidə edilir ifadəsi də yanlışdır. Şimal qütbü ilə arasındakı ən qısa məsafə 2386.5 kilometrdir. Doğrudur. 90-dan çıxarıq 68.5-i, onu da vurarıq 111-ə. Alınan cavab bu rəqəmlə üst-üstə düşəcək. Doğru cavab Y bəndidir. Müəllimlər, bu tip suallar daha çox, yəni sertifikasiya səviyyəsində suallar daha çox işləmək istəyirsinizsə, bizim sizlər üçün təşkil etdiyimiz sınaq toplusunu əldə edə bilərsiniz. Mən məsləhət görərəm ki, yüksək nəticə, 50+ nəticə göstərmək istəyən bütün müəllimlər alıb onu işləsinlər mütləq şəkildə və 30+ nəticə göstərmək istəyənlər də işləyə bilər əlbəttə ki, və mən əminliklə deyirəm ki, aşağı-yuxarı buradakı sınaqlarda necə nəticə göstərəcəksinizsə, imtahanda da həmin nəticəni mütləq göstərəcəksiniz. Məsələn, ortalama bizim sınaq toplumumuzdan 45+ yazırsınızsa, imtahanda da mütləq 45+ yazacaqsınız. Və yaxud da ki, 30, 28, 31 belə yazırsınızsa, yenə də imtahanda da yəni səviyyəni biləcəksiniz ki, hardadır problem, hansı mövzudadır. O istiqamətdə çalışacaqsınız və imtahana kimi artıra biləcəksiniz. Daha yaxşı nəticələr yəni göstərə biləcəksiniz. Sınaq toplumumuzda deməli 20 sınaq mövcuddur. Hər biri 50 sualdan ibarətdir. Və sınaq toplumumuzda QR kod qoyulub ki, hər hansısa bir cavabda falan texniki problem olarsa, sonradan biz onu düzəliş edək. Siz də girib rahat şəkildə ona baxa biləsiniz. Artıq ikinci gündən etibarən əldə edə bilərsiniz. Bunun üçün aşağıda rəydə olan nömrə ilə əlaqə saxlamaq kifayətdir. İkinci gündən etibarən artıq əldə edə bilərsiniz. Və ilk 100 kitabın satışında müəyyən endirimlər də olacaq. Keçək növbəti sualımıza. C nöqtəsi dəniz səviyyəsində yerləşir və C nöqtəsində temperatur 18 dərəcə Selsidir. Buna əsasən doğru fikirləri seçin. C dəniz səviyyəsində yerləşirsə, kəsmə yüksəkliyimiz 1000 metrdir. Gəlin B-nin hündürlüyünü tapaq. 1000, 2000, 3000 metr. B məntəqəsi 3000 metr hündürlükdə yerləşir. Deyir, kəsmə yüksəklik 500 metrdir. Görürük ki, kəsmə yüksəklik 1000 metrdir. C nöqtəsində atmosfer təzyiq B məntəqəsindən azdır. Əksinə, C nöqtəsi dəniz səviyyəsində yerləşir, B nöqtəsi daha hündürdə yerləşir. Ona görə də C-də atmosfer təzyiqi daha çox olmalıdır. B məntəqəsində temperatur 0 dərəcədir deyir. Baxaq, 3000 metr arada fərq var. Temperatur hər 1000 metrdə 6 dərəcə Selsi dəyişir. Bəs 3000 metrdə nə qədər dəyişər? X bərabərdir 18 dərəcə Selsi. 18 dərəcədir. Bəli, 18 dərəcə yuxarı qalxsa 0 dərəcə edər. B-də
0 dərəcədir. Doğru. B nöqtəsinin nisbi hündürlüyü mütləq hündürlüyündən çoxdur. Xeyr, nisbi hündürlüyü mütləq hündürlüyündən bərabərdir. Çünki ətəyi dəniz səviyyədə yerləşir. B və C məntəqələri arasında hündürlük fərqi 1000 metrdir. B ilə C arasındakı hündürlük fərqi 3000 metrdir. Doğru cavab C bəndi olacaq. Növbəti suala baxaq. Sxemdə göstərilən tarixə əsasən cədvəldə uyğunluğu müəyyən edin. Cənubi yarımkürəsi günəşə tərəf daha meyillidir. Deməli 22 dekabr tarixidir. Lənkəran ovalığında ən yağıntılı fəsildir. Yəni qış fəslidir. Lənkəranda yayı quraq keçən mülayim isti iqlim olduğuna görə Lənkəranda qışda ən yağıntılı fəsildir. Doğru fikir, doğruya doğru verilib deyə uyğun hesab etmək olar. Cənubi yarımkürəsində səpələnən radiasiyanın kəmiyyəti böyükdür. Yaydısa, yayda düz radiasiya bol olar, səpələnən radiasiya yox. Səpələnən radiasiyanın kəmiyyəti böyükdür deyir. Cənubi yarımkürəsində bu yanlış fikirdir. Yanlışa yanlış verir deyə bu da uyğun hesab edilməlidir. Bu tarixdən etibarən Bakıda gündüzün uzunluğu artır. Bəli, bu doğru fikirdir. 22 dekabr tarixində Bakıda ən uzun gecədir, ən qısa gündüz və bu tarixdən etibarən gündüzün uzunluğu artır. Doğru fikirdir, yanlış verilib. Quba şəhərində gündüzün uzunluğu Astara şəhərindən çoxdur fikri yanlışdır. Gündüzün uzunluğu Astarada daha çoxdur, çünki Qubada gecənin uzunluğu daha çoxdur. Yanlışa yanlış verib deyə uyğundur. Cənub qütb dairəsində qütb gecələri müşahidə edilir. Bu yanlış fikirdir, qütb gündüzləri olmalıdır. Yanlışa doğru verib deyə bu da yanlışdır. Doğru cavabımız 1, 2 və 4. Variantlarda texniki problem olub, yəni tam olaraq qeyd etməmişik. 1, 2, 4 olmalıdır. Burada 1 qeyd olunmalıdır. Növbəti, uyğunluğu müəyyən edin. Hamançay bir dəmirdir, Hamançay yatağıdır. 2. Vejnəli qızıl yatağıdır, burada yoxdur. Kəlbəcər perlit, gümüşlü polimetal, ipək xromit yatağıdır, heç birinə aid deyil. 1-ə A, 2-yə D, 3-ə C. 1-ə A, 2-yə D, 3-ə C. A variantı doğru variantdır. Növbəti sualımıza keçirik. Ölkələr verilib Cənub-Qərbi Asiya regionu. 1. Transsərhəd su ehtiyatlarından 100% asılıdır. Bu 11-ci sinif dərslikdə qeyd olundu. Küveytdir, bəli, bu doğru fikirdir. 2. Əhalisi İndo-Avropa dil ailəsinə mənsubdur. 2. İsraildir, əhalisi Afro-Asiya dil ailəsi. Hamisami. 4. Bəsrə şəhərinin əlinin liman şəhərlərindən biridir. 4. Bəsrə Suriyadır. Bəsrə şəhəri isə İraqa aiddir. İraqin limanıdır. 5. Milli etnik tərkibində Altay dil ailəsinə mənsub xalqlar mövcuddur. İraqda bəli, Altay dil ailəsinə mənsub olan türkmanlar, yəni türk xalqları yaşayır. Bu doğru fikirdir. Mütləq monarxiya idarəetmə formasına malikdir. 3. 3. Konstitusiya monarxiya olan İordaniya dövlətidir. Yanlış. Deməli, doğru cavabımız 1-ci və 4-cü olacaq. Yəni, C variantı doğru variantdır. Növbəti. Uyğunluğu müəyyən edin. Venn diaqramı verilib, Altay, su ayrıcı dağlar və Ural dağları. Meridional istiqamətində cənubdan şimala uzanır. Meridional istiqamətində uzanan böyük su ayrıcı və Ural dağlarıdır. Yəni 2-yə A. Paleozoy erasında yaranmışdır. Bunların yaranması hər biri Paleozoy erasına aiddir. Altay sonradan davamına gəlməyə, Kaynozoy erasında davamına gəlməyə məruz qalmasına baxmayaraq yaranması Paleozoy erasıdır. Yerləşdiyi materikdə orta qırışıqlı vilayətinə aid olan dağlara rast gəlinir. Bu təbii ki Altay və Urala aiddir. Avrasiyada orta qırışıqlı mövcuddur. Mütləq hündürlüyü 2000 metrdən çoxdur. Mütləq hündürlüyü Altay və su ayrıcı dağlarında çoxdur. Altay dağlarının ən hündür zirvəsi Beluxadır. 4506 metr. Böyük su ayrıcı Kostuşka 2228. Uralda Narodnayadır 1895'dir. Yəni 2000'i keçmir. 1'ə D, 2'yə A, 3'ə B, 4'ə C variantı uyğun gəlir. Yəni doğru cavabımız B bəndi olacaq. Növbəti. A. Dəniz ticarət donanmasının yük dövriyyətinə görə fərqlənən ölkələrdəndir. Dəniz ticarət donanmasına görə fərqlənən iki ölkə demişik. Liberiya
və Panama. Əsas iki ölkə, düzdür, bəzi ölkələr də var, amma əsas ikisi qeyd olunur dərslikdə. Zəngin dəmir filiz ehtiyatlarına malikdirsə, bu Liberiyadan söhbət gedir. Yerləşdiyi materikin ən uzun çayı şimal istiqamətində axır. Afrikanın ən uzun çayı, Liberiya Afrikada yerləşir, Afrikanın ən uzun çayı şimal istiqamətində axır. A ölkəsinə aid olan xüsusiyyətləri seçin. Yəni Liberiyaya aid olan fikirləri seçməliyik. Ən çox fraxtalan ölkələrdəndir, təbii ki, doğrudur. Şimal və şərq yarımkürəsində yerləşir, fikir səhvdir, qərb olar. Seysmik cəhətdən sabit ərazidə yerləşir, düzdür, platforma sahəsidir. Sərhəd ölkələrdən biri boksit hasilatına görə fərqlənir. Qvineya ilə sərhəddir, bu doğru fikirdir. Sahilləri iki okean suları ilə yuyulur fikri yanlışdır. Yalnız bir okean suları ilə yuyulur. Doğru cavab 1, 3, 5 olacaq. Yəni Y bəndi doğru cavabdır. Hörmətli müəllimlərimiz, bu günlük də bura qədər. Düşünürəm ki, bu videoda qısa olsa da sizə faydalı oldu. Müəyyən yeniliklər öyrəndik və yaxud da yeni bildiklərimizi təkrar etmiş olduq. Sınaq toplusunu əldə etməyi unutmayın. Növbəti bazar görüşənədək. Sağ olun, sağlıqla qalın.